Karşınızda baş eğdik. Analar, ellerinizden öpürük. Allah sizi tüm nesilleri korusun. Bu sizin, yalnız sizin sayenizde başımız düzeldi. Bəli, bugün Əsəd kardeşimizi yad edirik. Ordudan, hərbidən anlayışı olan şəxslər bilir ki, artilleriya, yani topçular müharibənin, hərbinin növrəsidir. Həqiqətən də Azərbaycan ordusunda elə bir artilleriya, elə bir topçular yetişib yaranmışdı ki, onlar istədiyi vaxtında nöqtələri vururdu. Və 44 günlük müharibənin hər kəs mənə elə gəlir ki, izləyirdi, görürdü hər kəs. Görünür ki, 44 günlük müharibədə artilleriya düşmənin başına od yağdırdı. O qüvvələrdən biri də, o artilleriya qüvvələrindən biri də, əsas heyəti də buradan idarə olunur. Buradan Əsəd qardaşımız kimi kişilər tərəfindən idarə olunur. Ay Fərhad qardaş. Mən bugün buradan analarımıza deyirəm. Bugün buradan bütün şəhid ailələrinə deyirəm. Fəxrlə başınızı uca tuta bilərsiniz ki, mən şəhidimizin atası qardaşımıza da dedim. Fəxrlə başınızı uca tuta bilərsiniz ki, Azərbaycan ordusunun əskərləri, ən kiçik əskəri belə dönə-dönə sizin balalarınızın, sizin əzizlərinizin qanını alıb. Və bu günləri Azərbaycan əskəri hal-hazırda Ermənistan deyilən, özünü Ermənistan dövləti adlandıran, dövlətin başının üstündə əlində silahı ilə durub, istədiyi vaxtı hansı erməni istəsə vura bilər. Var olsun Azərbaycan ordusu. Var olsun Azərbaycan ordusunu idarə edən, bir yumruq kimi idarə edən Ali Başkomandan. Allah şəhidlərimizə rəhmət eləsin. Onlarla burada tanıyıram, görürəm, qazilər gəlib. Allah sizə can sağlığı versin. Bir daha qardaşımızın xatirə lövhəsinin qarşısında durub, bizim çox yaxın münasibətimiz olub. Ola bilər ki, bilmirsiniz. Bizim çox yaxın münasibətimiz olub. Mən o qardaşımızdan fakt olarak bir Azərbaycan kişisi kimi, bir Azərbaycan ailəsinin başçısı kimi beraber Əsəd kardeşimizin de xatirə lövhəsinin karşısında durup bu dövlətdə yaşamak için bir halallıq istəyərdim. Karşınızda baş eğirəm. Allah sizə rəhmət eləsin, qəbriniz nurla dolsun qardaşlar. Sağ olun. Sağ olun.